Keçən cümə günündə biz liqaullah barəsində danışdıq, Allahla görüşmək barəsində danışdıq. Dedik ki, Quran-ı Kərimdə Allah Taala xüsusi olaraq vurğulayır o kəslər ki, Allah Taala ilə görüşəcək və görüşməyə ümid edirlər. Allah Taala ilə görüşməyə ümid edən kəslər barəsində Allah Taala buyurur ki, hər kəs ki ümid edir Allahla görüşəcək, liqaullaha ümid edir, gərək salih əməl etsin. Allah Taala bu cür buyurdu. İki dənə dəstə var. Bir dəstə ümid edir görüşə, bir dəstə ümid etmir. Ümid edənlər barəsində Allah Taala buyurduğu kimi, ümid etməyənlər barəsində buyurur. Ümid edənlərin əlamətlərini bildik. Ümid edənlərin nişanələrini bildik ki, hansı nişanələrə malik insanlardır. Onlar ki, ümid edirlər Allah Taala ilə görüşəcəklər. Ümid etməyənlər barəsində Allah Taala buyurur. Buyurur ki, Bismillahirrahmanirrahim. İnnellezine la yercune liqa'ana. Həqiqətən o kəslər ki, bizimlə görüşə ümid etmirlər. Və rədu bil həyati dünya. Dünya həyatı ilə razıdırlar onlar. Dünya həyatına razıdırlar. Və rədu bil həyati dünya və tməənnu biha. Və dünya həyatına da bağlanıblar. Bəlkə elə bu bağlılıq onları Allahla görüşə ümidsizliyə getirir. Allah Taala buyurur ki, "Vəllazinəhum an ayatina gafilun." Və o kəslər ki, bizim ayələrimizdən qəflətdədirlər, onların yerinə Allah Taala buyurur ki, yeri onların haradır? Ulaike ma'vahumun nar bima kanu yaksibun. Allah Taala buyurur ki, onların yeri məlum bir yerdir. Və onlar da etdikləri əməllərin müqabilində bu yerə gəlib çıxıblar. Başqa bir ayədə Allah Taala buyurur ki, və qalellezine la yercune liqa'ana. O kəslər ki, Allah Taala buyurur, bizimlə görüşə ümid etmirlər. Və qalellezine la yercune liqa'ana laula unzila aleynəl mələiketu. Onlar bu cür iddiadadılar. Bəhanələr getirirlər, yersiz bəhanələr getirirlər, yersiz səbəblər göstərirlər. Deyirlər ki, əgər bizə mələk nazil olsaydı, bizə Allaha iman getirərdik. Allahla görüşə ümid etməyənlər bu sözü deyirlər. Hələ bəzilər də bugünkü zamanımızda deyirlər, o dünyadan bizə xəbər getirən var ki, bizdə inanaq o dünya var ya yox. Belə bir iddialarla çıxış edirlər. Allah Taala buyurur ki, qalellezine la yercune liqa'ana laula unzila aleynəl mələikə. Əgər bizə mələk nazil olsaydı, iman getirərdik. Amma mələk də nazil olsaydı, Allah Taala başqa bir ayədə buyurur. Deyir, əgər onlara mələk nazil olsaydı, başqa səbəb göstərəcəkdilər. Başqa bəhanə getirəcəkdilər. Deyəcəkdilər ki, bizə mələk nazil olub. Onun dediklərini biz eləyə bilmirik. Biz onunla eyni varlıq deyilik. Onun xilqəti ayrı, bizim xilqətimiz, bizim yaradılışımız ayrı. Başqa bəhanələr götürəcəkdilər. Əv nəra Rəbbənə. Bu cür iddiadaydılar. Yaxud deyir, Rəbbimizi biz görmək istəyirik. Biz Allahı görmək istəyirik. Biz bir dəfə bu barədə danışdıq, Allahı görmək barəsində danışdıq ki, Quran-ı Kərimdə Allah Taala Allahı görməyi barəsində, Allahın görülməsi barəsində birbaşa olaraq insanın gözünün aciz olmasını buyurur. Yəni, o ki, ayələr buyurur ki, Allahı görəcəksiniz, o görməkdən məqsəd insanın Allahın rəhmətini görməkdir. Allahın rəhmətini görməkdir. Yəni, Allah Taala elə bir əzəmətli varlıqdır ki, insanın gözü ilə onu görməsi acizdir. Bu cümlədən Allah Taala buyurur ki, "Əv nəra Rəbbənə ləqəd istəkbəru." Allah Taala buyurur ki, bu təkəbbürlük edən insanların sözüdür.
Biz inşallah danışacağıq. O həmin maneələr ki var, insanların hidayət olmasına səbəb olur. Maneədir. Əgər o maneə aradan qalxsa, adam doğru yola gələr. O da insanların içərilərindəki təkəbbürdür. Təkəbbür maneə olur. İnsan Allaha iman götürsün. İnsan Allah Taala'nın buyurduqlarına inansın, yerinə yetirsin. İçəridə olan mən ona icazə vermiş. İçəridəki mən icazə vermir. Lazımdır bir dənə İbrahim olsun. Lazımdır bir dənə Həzreti İbrahim əleyhissalam olsun ki, götürsün əlinə baltanı, içəridəki bütxanada olan bütün bütləri sındırsın. Bütün bütləri sındırsın. Və onda insan Allaha itaət etməkdə rahat olar. Peyğəmbərimizin yanına gəlirdilər, deyirdilər ki, Peyğəmbər, biz iman getirərik, amma bizim şərtimiz var, dedi. Şərt nədir imanda? İnsan iman getirdiyi zaman bütün şərtlər aradan gedir. Yəni, iman götürmək, ubudiyyət deməkdir, bəndəçilik deməkdir. Yəni, mən Allahın bəndəsiyəm. Allah Taala mənə nə buyursa, mən Allah Taala'nın qulluğundayam. Necə ki, insanlar bir-birinə deyirlər ki, mənə görə nə qulluğun? Bu sualı verək Allah Taala'ya, İlahi, mənə görə nə qulluğun? Nə qulluq edim sənə? Allah Taala'ya bu cür deyək. Nə cür qulluq edim sənə? Nə cür bəndəçilik edim sənə? Çox təəssüflər ki, biz elə cəmaat bir-birimizə deyirik və onu da o kəslərə deyirik ki, bilirik ki, ondan heç kəs sənə heç nə deməyəcək. Onu da deyirik ki, sənə nə qulluq eləyim sənə? Bəs gərək Allah Taala'ya deyək ki, İlahi, sənə nə cür bəndəçilik edim? Təkəbbürlük edənlər bu cür dedilər. Dedilər, Peyğəmbər, biz namaz qılacağıq. Özləri üçün namazın formasını düzəltdilər. Dedilər, biz namazda ruku eləməyəcəyik. Dedi, nə üçün ruku eləməyəcəksiniz? Təkəbbür axı icazə vermir bunları Allah'a qarşısında əyilsin və desin ki, əzəmətli sənsən. Desin ki, Subhanə, Rəbbi, pak və münəzzəhdir mənim Rəbbim və əzəmətlidir. Və mən ona həmd edirəm. Bu cür nə deməyə ona təkəbbürlü imkan vermiş. Və sonra da biz səcdə eləməyəcəyik. Biz hələ heç kəsin qabağında səcdə eləməmişik. Allah Taala gözəl ayədə buyurur ki, Mə qərrəkə bi rəbbikəl kərim. Sizin kərim olan Rəbbinizə qürurlu edən nədir? Axı Allah Taala'nın huzurunda bu sözü demək olmaz. Allah Taala'ya bu sözü demək olmaz. Mə qərrəkə bi rəbbikəl kərim. Kərim olan Allaha bu sözü deyərlər. Sizi qürurlu edən nədir? Bəs Allah Taala ilə görüşə ümid bəsləməyənlər, ümidsiz olanların halı bu cürdür, xüsusiyyətləri bu cürdür və daha sonra hansı iddialarla çıxış edirlər? İnşallah Allah Taala nəsib eləsə, gələn cümə günündə də həmin ayələri siz hörmətli məscid əhli üçün oxuyacağam. Allah Taala'dan duamız budur ki, öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Taala bu cümələr hörmətinə bizim və bütün müsəlmanların günahlarını əfv etsin. Allah Taala gələn günah və xətalardan bizləri və bütün müsəlmanları hifz eləsin. Allah Taala ömrümüzün qalanını bərəkətli keçirməyi bizlərə nəsib etsin. Allah Taala gələn günlərimizi xeyirli qərar versin. Allah Taala bizi şeytanın şərrindən və şeytan xislətlilərin şərrindən hifz etsin. Allah Taala qəlbimizi Quran nuru ilə, iman nuru ilə, Peyğəmbər və ali Peyğəmbər sevgisi nuru ilə münəvvər etsin. Allah Taala zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Allah Taala salih əməllərimizi zəmanəmizin imamının zuhuru üçün vasitə qərar versin. Allah Taala salam, salavatlarımızı, dualarımızı İmam Zaman əleyhissalama çatdırsın. Allah Taala İmam Zaman əleyhissalamın zuhuru ilə yer üzündə haqqı, ədaləti bərqərar etsin.
Allah Taala qazilərimizə, bütün xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala şəhidlərimizə və dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taala dünyada olan bütün müsəlmanları səhihi salamat etsin. Allah Taala bizim ölkəmizdə və dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala yer üzündə fəsad törədənləri, haqsız yerə günahsız insanları, qətlə yetirənləri layiqli cəzalarını çatdırsın. Allah Taala hərbiçilərimizi, əsgərlərimizi öz nuru ilə hifz etsin. Allah Taala xalqımızın, dinimizin düşmənlərini məhv etsin. Allah Taala ən gözəl, ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah.